Yata bilmirəm, yatmaq üçün yerimin içində bir sağa, bir sola dönürəm. Mən yatmağa çalışdıqca yuxu məndən daha çox uzaqlaşır. Gün içində yaşadıklarım, keçmişdə baş verənlər, problemlərim gəlir bir-bir yadıma düşür, səhərə qədər fikir çəkirəm, yata bilmirəm. Yuxum gələndə isə artıq gec olur. Budilnik çalır, işə durub getməli oluram. Yuxsuzluq ölkəmizdə ən geniş yayılmış problemdir və səni səssiz məhv edir. Çünki yuxsuz qaldığın hər gün beynin daha çox gərginlikdə işləmək məcburiyyətində qalır. Bu da gün ərzində səni önəmli qərarlarını səhv almağından nəticələnir və sonda mənəvi, maddi zərara uğrayırsan. Bəs bu yuxsuzluqdan necə canını qurtarıb rahat şəkildə, sağlam şəkildə yuxuya gedə bilərsən? Ekrandakı ürəyi qızart, sənə bir sadə üsul deyəcəm. Yaxınlaşırsan, aptekə melatosan damla alırsan. Bu damlanı alıb akşam yatmamışdan əvvəl dilivin altına və yaxud da üstünə 3-4 damcı damızdırmağın kifayətdir ki, sənə yatmağın üçün təbii melatonin hormonun versin və qısa zaman ərzində səni rahat yatızdırsın. Ən üstün cəhəti damla halında olub tez təsir, anında təsir etməsidir və qətiyyən asıllıq yaratmamasıdır. Səhər yuxudan duranda narahatlıq hissi, keyli hissi yaratmır, yuxundan rahat dura bilirsən. Gün ərzində gümrah enerjili olursan. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edeyim. Melatosan damlanı zakaz verib, köməkli göstərib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əczaçınız bal oğlanlar hər zaman sağlam qalasınız.